Salam uşaqlar. Salam. Əyləşin. 7 ev sinifimiz bugünlərim sizin siniflərdə sual yarışımızı keçirdəcəyik. Sual yarışımızda sizin ikinci hissə coğrafiya dərsliyinizdə olan mövzulara aid suallar olacaqdır və həmin suallara kim daha yaxşı hazırlaşıbsa, o da dərsin sonunda fərqlənmiş olacaqdır. İndi isə birinci yarışımızı sıra-sıra başlayacağıq. Sıralardan kimlər ki daha yaxşı hazırlaşıbsa, onlarla sual qatarı ilə davam edəcək dərsimizi. Uşaqlar, əlimdə gördüyünüz ağ vərəqlər kartişka vəziyyətindədir və bunlar da sizin dərsinizə aid olan, mövzulara aid olan suallardır və mən bu sualları bu kartişkanın içindən düzürəm, təbii ki, qarışıq vəziyyətdədir. Siz bir-bir götürəcəksiniz, kim hansı sualı götürdü, o suala da cavab verəcəkdir. Belə. Birinci sıradan başlayaq. Buyurun. Bəşəriyyətin tarixində ən yüksək artım neçənci ildə baş vermişdir? Ən yüksək artım neçənci ildə baş vermişdir? 1963-cü il. Aferin. Bura qoymuyorum o zaman. Tamam, əyləş. Hiçbir rütubətli iknadır. Hiçbir rütubətli. Gilavar küləyi. Gilavar küləyi hansı istiqamətdə əsir? Gilavar hansı istiqamətdə? Şimal. Yox. Sən Ayısı bu. Sən də sualını cavab ver. Göy üzünün bulutda örtülmə səviyyəsində Necə adlanır? Bilmədim. Mən bilməkəm. Yox, göy üzünü bulutla ortasına. Oxtaz, doğrudur. ölkəmiz nə ilə Ölçəmiz neft ilə və qaz ilə. Tamam, doğrudur. Yəni, birinci sıradan 5 şagirddən biri yalnız düz cavab verdi, o da birinci mərhələdə 1 bal qazandırmış oldu. İkinci sırayla davam edelim. Buyur. Azərbaycanda ən az yağıntı harada müşahidə olunur? Yəni Qobustan. Cənub şərqi, bir də Abşeronun Yəni aşağı, yəni qərb olur. Şanxayda neçə milyon əhali yaşayır? 1 milyon. Yox. Şanxayda neçə milyon yaşayır? De görün. Təqribən deyil. Davam edək. Daha sonra bizim ölkəmizin çəkilmiş əraziləri əhatə edir. 25 il. Dağ tundra iqlimi neçə metrdən yuxarını əhatə edir? Deyə bilərəm. De, 2700. doğrudur. Gecə və gündüz brizləri necə yaranır? Hava alətləri ilə təchiz olmuş qutu hansıdır? Hava alətləri təchiz olmuş qutu necə adlanırdı? De görün. Demək sonucu. Düzdür. Hələ ki bir düzümüz var ikinci sırada. Dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən biri hansıdır? Bəlkə dəstəmizdən. Məlumat deyil. Rıza de görün. Yox, kitab Almanya. Almanya. Sıramızda doğru cavab verənlər yalnız 5 şagird olduğuna görə ikinci sırada birinci mərhələdə 1 bal qazanmış oldu. Üçüncü sırayla davam edelim. Soy bilginin ölkəmizdə neçə metrlik ərazilərə əhatə etmişdir? Neçə metrlər arasındadır soyuq iqlim? Mən Məsələdə görün. 4-2 metrdir. Doğrudur. Abşeron Xızı İqtisadi rayonunun inkişafına görə hansı rayonda gelir? Hansı rayondan iqtisadi rayondan geri qalır? De görün. Bakı doğrudur. Laylı qruplar necələnir? Su istiqamət
istəsən soyuqdur. Layla buludlar. Layla buludlar havanın yuxarıdan aşağı. Necə havanın? Yox, necə havanın temperaturuna görə necə olan havanın yuxarı qalxması idi layla buludlar. Ayda görə. Bunlar havanın Aysa o, bunların havanın soyması nəticəsi doğrudur. Buyurun, Mücəffər. şey hansı aylarda olur? İsti aylarda mı? Doğrudur. Fəsil olaraq hansılar deyirik? Yaz veya. Aysa o. Mən soğuşma razılar mənə deyirlər. Mən insanların yaşadığı yerlər. Yaşa, aysa. Külləkçilər şəhərə hansı şəhər deyilir? Pilətlə şəhər hansı şəhərə deyilir? Şəki. De görüm. Bakı. Deməli, uşaqlar, 3-cü sıradan 2 şagird doğru cavab verdiyinə görə 2 bal qazandırmış oldu birinci mərhələdə. 4-cü sırayla davam edək. Hava proqnozu nəyə deyir? Mən havanın temperaturunu Proqnoz nəyə deyilir? Proqnoz. De görüm. Arzu, gəldik doğum havan. Təbii artım nə deyir? İl ərzində doğulanların sayı, ölənlərin sayından çıxır, alınacağı təban. Doğrudur. İnnovasiya nədir? De görüm. Mən iş və fəaliyyət şəhərində. Düzdür. Silikon vadisi harada yerləşir? Mən Bandalayım. Silikon vadisi, de görüm. ABŞ-da yerləşir. Hər kəs öz cavabından başqa digər cavablar bilir. Antarktika buzaqlarının dünya buzaqlarından neçə faizidir? Yox. Deyirəm müəllimə. De görüm qızım. 90%. Düzdür. Oymayakanlıq relyefi necədir? Oymayakanlığın relyefi necədir? De görüm ayın. Nisbətən hamar və mənfidir. Düzdür. Küləyin sürətini və gücünü ölçmək üçün hansı şkaladan istifadə edilir? Deyə bilərəm. Hansı şkaladan istifadə Deyirəm. edilir? Gücü üçün. Mən deyə bilərəm. Mən bizə Şkala. deyim. De görüm burası. Beaufort şkalasından doğrudur. Eləş. 4-cü sıradan da cəmi bir şagird suallara cavab verdi. 2-ci mərhələ və 1-ci sırayla yenidən davam edirik. Qrov hansı aylarda olur? Necə temperaturda olur? İqtisadiyyat mərhələləri nələrdən ibarətdir? İqtisadiyyat nələrdən ibarətdir? İqtisadiyyat nələrdən ibarət? Maliyyəyə görə. İstehsal daşınma və istehsal. Doğrudur. Azərbaycanda hansı iqlim tipləri yaranır? 4 dənə iqlim tipi var idi. Hansı var idi? Azərbaycanda olan iqlim tipləri hansı var idi? Nəsildə görüm. Səhra var. Quruçu. Mülayim, isti, soyuq iqlim, dağçın. Aferin. Əyləş. Kontinental iqlimlər demək. İqlim əsas xüsusiyyəti nədir? Temperaturun kesin belirlənməsi. Əyləş. Neçə iqlim quşlarına bölünür bir sürəsi? Birinci sırada ikinci mərhələdən yenə bir şagird doğru cavab verdi. İkinci sırayla davam edirik. Orta suqalıq temperatur necə müəyyən edilir? Müəyyən gün ərzində müşahidə edilən Temperatur. toplayı sanılır. Düz.
hansı istiqamətdə yaşayır? Xəzri harda nəsil? Xəzri hansı? Qızda de görüm. Şimalda. Doğrudur. Əyləş. Qurban ver. Qurban nə deməkdir? De görüm. Şəhər. Şəhər əhalisi. Düzdür. Bu nə deyilir? Mənim kənd yerləri. Kənd yerləri. Sahibkarlıq nədir? Mən sahibkarlıq fiziki və yox, mən şirkətin evi, pul sənədi. Yox. Mayda görüm. Fəaliyyətin yaranması müxtəlif məhsulların istehsalı. Əyləş. Topa bulutlar necə yaranır? Necə temperaturda yaranır topa bulutlar? İkinci sırada, ikinci mərhələdə 2 şagird doğru cavab verdi. Üçüncü sırayla devam edirik. Qəsəbə nədir? Mənim qəsəbə nə şəhərdə, orada həm Kənd və şəhər arasında, yəni keçid Yaşayış. arasında. neçənci ildə qədər Çin dünyanın ən çox əhalisi olan ölkə idi və 2023 ildə. Doğrudur. Buradan düşən yağıntılar hansılardır? Yağış, qar dolu. Doğrudur. Antarktikanın sahəsi neçə milyon kilometrdir? Onda tamaşa. Doğrudur. Mən Antarktika buz ortalarında məsəl olacaq. Orta Mən 1,6. Doğrudur. Cənubi Daşkəsən iqtisadi rayonu var. Hocam deyil. Azərbaycan hansı hissəsindədir Gəncə Daşkəsən? Bakının qərbində. Bakının deyil, Azərbaycanın qərbində yerləşir. Deməli, üçüncü sıradan ikinci mərhələdə 5 şagird doğru cavab verdi. Dördüncü sırayla devam edirik. Küləyi ölçən cihaz hansıdır? Küləy ölçən cihaz hansıdır? Beaufort cədvəli ilə ölçülər, sonra başqa hansı cihazdan ölçülər küləyi? Beaufort şkalasından başqa hansı cihazdan ölçülər? Yox, barometr təşkil. Necə? Anemometr, doğru. Çin ən böyük şəhəri hansıdır? Şanxay. Doğrudur. Ölkəsən əsası neçənci ildə qoyulub? 1981-ci il. Yox. 54. 1954-də qəbuldur. Yerli küləklər küləyə deyilir. Yerli külək nə edir? Nəsildə də görüm. Bir əraziyə məxsus olur. Kiçik ərazi. Doğrudur. Neçənci ildə BMT-nin təşəbbüsü ilə Çin demokratik siyasət başlatdı? Kiminci? Yox, siyasəti başlatdı. Deyirlər. Siyasəti neçənci ildən başlatdınız? 1960. Doğrudur. Rütbəli iş neçə yerə bölünür? Rütubətlilik neçə yerə? Rütbəlilik neçə yerə bölünür və hansılardır? De görüm necə? 2 bir də nesil. Əyləş. Buyur. Bulud necə məlicə? Bulud suyun buxarlaşdırıcı. Su buxarını, yəni Göyə buxarı. Doğrudur. Dördüncü sıradan 3 şagird doğru cevap verdiğine göre 3 bal kazanmış olur. Artık sıralarımızı cəmləyirik. En zayıf hazırlaşan birinci sıra olub 2 bal kazandı. Üçüncü sıra 3 bal, onlar da zayıf hazırlaşıb. Üçüncü sıra 7 bal, aferin. Dördüncü sırada 4 bal kazanır, aferin. Galip sıramız üçüncü sırada, deməli en yaxşı hazırlaşanlar üçüncü sırada toplanıbdır. Belə. İndi isə doğru cevap verenler lövhəyə çıxsınlar, sual qatarı ilə dərsimizi davam edelim.